Bu ildə supermarketdən heç nə almamışıq. Ona görə xaladelnikimiz belə bu halda bomboşdur. Bitməyən burada bizim sevdiyimiz souslar var. Ajika. Bunu atam getirmişdi. Tiryaki sos. Heinz'in sousları çox sevirəm. Burada Slabadanın sousları, mayonez və s. Baxın, bunu bəyənmədim. Heç bəyənmədim. İndirimini almışdım. Amma kəşke almaz olardım. Bir köpüklü sos deyil. Göbələkli sos. Slabada da pis deyil, amma ən dadlısı Heinz'dır. Xaladelnikə baxanda morozilkada vəziyyət o qədər də gərgin deyil. O qədər də boşluq burada yoxdur. Ona görə təklif edirəm ki, gedək supermarketə. Həftədə bir dəfə yoğurt əlavə edib vitamin D-mi içirəm. Şəhər şəraitində günün altına nadir hallarda çıxırıq. Bu da vitamin D-nin çatışmamazlığa gətirir. Məndə isə vəbşə kəskin çatışmamazlığı var, amma evdə oturmağı davam edirəm. Всё. İlk bu koftanı bəyənməmişdim, amma indi əksinə xoşuma gəlir. Lasinlə birlikdə geyinmişəm. Heç kəmərini də taxmaq istəmirəm. Üstündən palto zat və gedirəm supermarketə. Həmişə unuduruq yeni ildən qalma zibillərimizi də nəhayət ki tullayaq. Temudan sifariş elədiyim kürk gələnə qədər yay olacaq. Çox güman ki yay olacaq. Bu dəfə Bravo'ya getmiri, elə Walmartdan alış-veriş eləmək istəyirəm. Teleşkanı tapdım. Burada belə çayniklər satılır, amma keyfiyyətli deyirlər. Qiymətləri 30 manata yaxındır. Bu çox nazik materialdan istehsal olunub. Alarkən gərək sразу normalnesini alasın. Belə böyük yumurtalar 17 manat 50 qəpiyədir. Bunlar nə şirindir, natsın. Belə bir yeni il hədiyyəsi. Peşmanam ki, yeni il qabağı sizin üçün fərqli belə hədiyyələr açıb göstərmədim. Nəsə ideya gəlmədi mənə. Sonra gördüm bacı qardaş çəkib və qəşəng yığıb. Birdən başıma danq elədi ki, sən niyə çəkmədin? 5 manata belə maraqlı kruşkamı mən Temuda bəyənmişəm. 2 dənə kruşka. Axşam vuracam, sizə də göstərərəm. Bayaqdan gəzirəm, indi fikir verirəm ki, mənim səbətim bomboş imiş. Bu səbətlə gəzirəm. Bunlar çox yumuşaqdılar, dəhşət. Dəsmallar 5 manatdan. Qoxusu sonra pis olsa da şprot. Süd almalıyam. Yağlılığı çox olanı həmişə götürürəm. Ən dadlısı budur. Bir 10 saat gücünə bizim xaladelnikdə qalır. Bu mamuçka sevir. Qiymətləri burada o qədər qarışıqdır, tuta bilmirəm. Hansı sırok neçəyədir? Görəsən bunlar nə dərəcədə dadlıdır. Çünki Milka nə istehsal eləyirsə, mən çox sevirəm. İkisini götürüb proba. Adam ürəkdən nəsə indirimli almaq istəyir, amma qiyməti burada yoxdur. Belə maraqlı tarelkalar var. Daha doğrusu tarelka deyil, badiya deyirlər. Buna maraqlı görünür. Burada mama da səbəti doldurur, mən də. Mənim səbətimə baxın. Və mamanın doldurub. Halal olsun sənə. Mənim zəif yerim maraqlı stəkanlardır. Bu çox ağırdır, amma qəşəngdir. İçində də ləkələr var. Bu da pis deyil. Bunu da için niyə bu gündədir? Görəsən. O birilər 5 manata idi, bu isə 3-ədir. Bunu da həmişə götürürük. Bu tutmaların arasında birini almaq istəyirəm video çəkmək üçün. Sınamadım. Bilməm, indi yalnız mən sınamamışam bunu. Yoxsa heç kim. Ürəyimdən nəsə buterbrotlar keçdi. Ona görə bu çörəyi götürürəm. Düzdür, mən qışda sevmirəm, amma deyir ki, mən marojna istəyirəm. Onun sevdiyi marojna isə burada yoxdur. Amma o kassadadır. Tez həlləmək lazımdır. Hani bu arabanı da götürürük, abratına da getiririk olar da. Bu binada qalıram. Səncə nə qədər çıxdı? 90 90 nə qədərsə.
Arabaya göre biraz süpermarket narahatdır. Əslində biz onları çox gözəl başa düşürük. Bəzi insanlar aparırlar, sonra getirmirlər. Hələ öz binalarının qabağında saxlayırlar. Biz isə evə qədər daşıyaq bunu və obratını qaytaracağım. Hətta bəzən lift açılır və baxırsan ki, fərqli mərtəbələrdə bu arabalardır. Niyə bəzi insanlar bu qədər məsuliyyətsiz yanaşırlar, bilmirəm. Balaca liftə belə sığışdıq. Həqiqətən asandır bu. Birinci dəfədə biz götürürük. Biz çox vaxt, çox alış-veriş eləyəndə Bravoya gedirik. Çünki maşınla alıb gətirmək üçün. Amma belə eləyəcək bundan sonra. Alış-verişimiz qızlar oldu bu qədər. Mən almaq fikrində deyildim. Amma mamanın ən sevdiyi şeydir marojna. Bir vedrə marojna versə onu bir gün ərzində yeyər. 4 dənə götürdü Bakılı qız. Bunları sırası morozelkaya atıram. Düzdür, bir böyük almaq istəyirdim. Həmişə malik alırıq 1 kilogramlıq, amma onu təəssüf ki tapa bilmədim. 12 manat 14 qəpiyə 2 dənə belə skumbriya. Həmişə başqa cür şəkər tozu alırıq, amma bu upakovkada olan bir qonaq zad gələndə düşünürəm ki, çox mədəni görsənir. Ona görə bu dəfə bunu aldıq. Əsas evdə süd yox idi, nə blincik, nə heç nə eləyə bilmirdim. Bunu da belə sırası xaladelnikə qoyuram. Milkanın böyük fanatıyam. Nə istehsal eləyirsə mütləq sınamalıyam. Gəlin sırası çay qoyaq. Biz isə sizinlə davam eləyirik, amma belə bir girkuliyə saldım. Bu səsə görə üzr istəyirəm, çaynik səsidir. Belə bir xuyar, indi buterbrotlar eləyəcəm. Hələ ki dursun burada. Bunlar prosta evdə olsun, zapasda bir neçə götürdüm. Ən çox patrontumları sevirəm. Amma bunları da götürdüm. Bunlar da patrondur ki, sadəcə fərqli növləri bildim başqa bir brenddir. Evdə həmişə lazım olur deyə sırası 5 dənə fərqli saqqız götürdüm. Mən ümumiyyətlə fərqi yoxdur, hara gedirəm, mütləq saqqız özümlə götürürəm. Ona görə həmişə bunları dəhlizdə saxlayıram. Son zamanlar bu sirokları da çox sevirəm, çayla bir yerdə yeyirəm. Hələ ki istəmirəm, sırf xaladelnikə qoyum. Düzdür, bilmirəm maraqlı olacaq ya yox, amma bununla video çəkmək istəyirəm. 6 manat neçəsə qəpiy idi. Bu pendir mənim uşaqlığımda var idi, ona görə almaq istəyirəm. 4 manata, deməli birdən 1 manat satdı bu. 4 manat 15 qəpiyədir bu qusok. Hansısa bir produktu hər dəfə alıram, tutaq ki 1 ay, 2 ay, 3 sonra bezirəm, nəsə başqa bir şeyə keçmək istəyirəm. Misal üçün bundan da yavaş-yavaş bezirəm. 15%lik smetana. Bunu isə supermarketdə sizə göstərmişdim, şprotlar. 3 korочки suxariklər, 1 upakovka bulgur aldıq. Və Ankara düzü. Bundan buterbrotlar eləyəcəm, çox tatdım. Qışda ən sevdiyim meyvə mandarinlər. Biraz aldıq. Biraz deyəndə 1 kilodan çox aldıq. 2 manat 30 qəpik pul verdik. İşte bunu boşaltdıq. Mamıçkamın ən sevdiyi pendiri aldım. Burada biraz un. 1-2 dənə reseptə baxmışıq, xırt-xırt badımcan evdə eləmək istəyirik. Ona görə bunları götürdük. Badımcan, əsli badımcan budur. Evdəki pişik badımcan deyil. Deməli, kartoşka. Burada 2 puçok göy. Böyük belə bir boran götürdük. Bunu mən qaynadıb yeməyi xoşlayıram. Üstündən də bal, bəhbəh. Bir dənə belə sadə kələm və qızlar gül kələmi götürdük. Bunları da qəşəng yer eləyim. Çox sizdən xahiş edirəm. Əgər mənim kanalıma abunə deyilsinizsə, mütləq abunə olun. Yadınıza gəlirsə qızlar, mən bu tostları Trendyoldan sifariş eləmişdim. Çox uyğun qiymətə. Həmin vaxtlar sizin üçün də link qoymuşdum Instagramda. Uzun müddətdir, bəlkə 1 ilə yaxındır ki, istifadə edirəm. Buna bərk bağlanıb. Bu kiçik xiyarları mən dəhşət çox sevirəm.
Belə məqamlarda əsas dırnaqları sındırmamaq. Bu arada bir aydır ki, mən bu dırnaqlarla gəzirəm. Heç bir yerdə nə sınma, nə qopma. O qədər mükəmməl eləyiblər. Çox xoşuma gəlir. Evdən çıxarkən səhər yeməyini yeməmişdik. Əvvəl istədim blinçik hazırlayım, çünki süd də var idi, hər şey var idi. Yeni il süfrəmizdə bu buterbrotlar var idi və dadı damağımda qalmışdı. Ona görə dedim, yox, zavtraka bunları yeyək. Başqa günlərə nisbətən bugün biraz tez durmuşuq. Səhər duran kimi ilk işim sizin üçün vlogu paylaşmaq və təzə vloga başlamaq. Saat uca 12-dir, hələ də bir rəyə də cavab yazmamışam. Axşam oturacam, bir hamıya yazacam. Mamaçka həmişə təklif edir ki, gəl sənin yervə, mən bir izləyicilərə cavab yazım. Mən isə qəti heç vaxt razı olmuram. Heç olmasa biraz özümü tərifləyim. Dəhşət dadlı buterbrotlardır, mütləq sınayın qızlar. İndi kofe də eləyəcəm. Təzə aldığım həm Mamiçka üçün, həm mənim üçün. Yadısa gəlirsə, bu stəkanı mənim dırnaq ustam hədiyyə eləmişdi və çox sevinmişdim. Gözəl bir stəkandır. Amma üzərində belə ləkələr əmələ gəlib. Özü ki, durduğu yerdə. Bilmirəm necə bunları yum, hansı vasitədən istifadə edirəm, keçmir. Qızlar, bəlkə sizin aranızda kimsə bilir bu ləkələri necə yox eləmək olar. Durduğu yerdə əmələ gəlib və üzdəki. Bu yeni il süfrəsi yavaş-yavaş öz aktuallığı itirir. Bilirsiniz də, mən limon xəstəsiyəm. Deyəsən, Temu da bunu bilir. Nə təklif edirsə, hər şey limonludur. Orada gördüm ki, qəşəng limonlu süfrələr var. Bugün axşam sifariş vurmaq istəyirəm. İnşallah sağ-salamat gəlsin və bu süfrəni onunla əvəz eləyəcəm. Paltar razdelına girirəm, limonlu paltarlar təklif edir. Keys almaq istəyirəm, limonlu keysləri təklif edir. Yastıq üzü, nələr, hər şey limonlu. Qızlar, yalnız məndə belədir Temuda, yoxsa sizdə də mütləq rey bölməsində yazın. Misal üçün, baxın, hara girirəm limonlu əşyalar. Hətta belə bir fartuq da var. O da limonlu. Baxın, kişilər üçün fartuq. Kəşfiyyətimi zəbt edib limonlar. Bunu sifariş eləyəcəm yolkanı yığmaq üçün. Kaş ki, bunu daha tez sifariş eləyərdim. Çünki hardasa 10 günə yolkanı yığmaq istəyirəm və korobkası çox köhnəlib. Bu isə superdir. Qiyməti də çox da baha deyil, ona görə bunu sifariş eləyəcəm. Sadəcə ürəyim getdi bu stəkanlar üçün. Instagramda da paylaşmışdım. Qızlar, çox gözəldir. Bilmirdim hansı rəngini götürüm. Fikirləşdim ki, yoxdur, ikisini götürüm. Sarı da xoşuma gəlir, qırmızı da. Hər ikisini sifariş eləyəcəm indi. Çox gözəldir qırmızı. Limonlu olmasa da qaşıqları da bəyəndim. Qəşəngdir, çox şirin görünür. Bəlkə də fikir vermişsiniz, burada qabları yuyarkən dəsmalın üstünə sərirəm. Temuda isə belə bir şeyi gördüm, kifayət qədər böyükdür, 2 razmeri var, böyük razmeri götürməyi istədim və paltarları deyirəm, qabları yuyarkən bunun üzərində sərmək üçün. Bayaq oturmuşam, Rus bir blogerin videosu qabağıma çıxdı. Təşkilatçı kimi özünü təqdim edərək bir müğənnilərə zəng elədi. Daha doğrusu onların menecerlara. Yarım saat gəlib mahnı oxumaq bizim puluna 50.000 manatdan başlayır. Hələ o qədər də böyük ulduzlardan söhbət getmir. Filip Kirkorovdan söhbət getmir. Yəni ki, orta segment oxuyanlar Rusiyanın ulduzları. Bilirsiniz nə yadıma düşdü? Hamısı tənqid edirdi bizim müğənnilər, güya ki, çox pul qazanırlar və s. Onlarla müqayisədə bunlar heç qazanmırlar ki. Hamı da nədənsə müğənniləri tənqid edir və deyir ki, o pulları onlara verməyə dəyməz. 5 dənə universitet bitirmişəm, o qədər pul qazanmıram. Rus kütlə belə qiymətləri eşidəndə heç təəccüblənmirlər. Amma bizimkilər nədənsə çox. Bəzilər yazırlar ki, onda hamımız müğənni olaq, heç kim lazımlı işlə məşğul olmasın və s. Lap birləşib hamımız işlərimizi sabahdan atırıq, götürürük bir dənə mikrofon və başlayırıq oxumağa. İnanın ki, yenə də bir 30-40 insan olacaq, hansılara ki, insanlar qulaq asırlar. Qalanlar isə sırf özün üçün oxuyacaq və ona qulaq
asanlar olmayacaq. Yaxşı qazanmaq üçün böyük kütləni cəlb eləmək lazımdır. Bu da asan iş deyil. Mahnılar da maşallah hərəsi 5-7 min manat. Bəli, o qədər pul verib o mahnını alırsan, bilmirsən hit olacaq və yaxud olmayacaq. O da inanırsınız sual altındadır. Ona görə mən həmişə deyirəm ki, heç kimin paxıllığını çəkmək lazım deyil. Həmin insanın yolu sizə asan gəlirsə, siz də o yoluna gedin. Futbolçular da həmçinin hamı müzakirə edir. Niyə görə bunlar bu qədər maaş alır? Asandır, iş və at, sən də get futbolçu ol. Açıq rəqabətdir. Bəlkə də bu düz düşüncə deyil, amma mən heç vaxt heç kimin paxıllığını çəkmirəm. Əksinə deyərdim ki, həyatda nəsə nail olan insanlardan motivasiya alıram. Ən çox da ki, nə yalan deyim, kasıb ailələrdə böyüyüb və öz gücünə qalxan insanlara heyranam. Utanmadan insan bunu deyir, öz çətin günlərdən danışır və daha da çox məni ona heyran edir. Bu həyatın ədalətsizliyi deyil, əksinə hər insanın öz yolu var. Bəzən deyirlər ki, kasıb ailədə doğulmaq bu sənin günahın deyil, amma ölmək kasıb ailədə bu sənin günahındır. Ona görə hər zaman çalışmaq lazımdır. Mən səhvəmsə deyin bunu mənə. Mənim izləyicilərimin bizim evdə ən sevdiyi yer bu zapasdakı polkalardır, dəhlizdir. Özü ki, bu 3 polka mənə aiddir və onların görünüşündən tutmaq olar ki, mənə aiddir. Bunlar isə Mamoçkan polkalardır. Bir dənə baxın necə qəşəng və səliqəlidir burada hər şey. Məhsul çoxdur, bəzi məhsulları isə ona görə heç görmürəm. Ona görə gəlin biraz səliqə səhmanə yarataq buradan. Elə görsənirəm mən, yoxsa biri eləsin başı. Yox, biri yaxşıdır məncə. Sizcə necə yaxşıdır? Hər şey çox asan və sadədir. Mən evdəyəm, işlərimi görürəm, hansıları ki, gündəlik həyatda görürəm. Nədənsə bu vlog dəhşət xoşuma gəlir. Mənə elə gəlir ki, bu vlog çox baxış sayı yığacaq. Bəlkə də səhv düşünürəm, bilmirəm da. Amma bir şey dəqiq bilirəm. Bu təzə yeni il girəndən sonra mən başlamışam nəyi var sizin üçün video kontent çəkməyə. Bu sürətlə davam eləməyimi istəyirsinizsə mütləq kanalıma abunə olun. Görüm ki, abunə sayı çoxalır. Mən də daha çox motivasiya alım. Keçən vlogda sizə dedim ki, lazımsız istifadə eləmədiyim əşyaları izləyicilərimə hədiyyə eləyəcəm. Əvvəl istədim hamısını bir insana hədiyyə edeyim, sonra fikirləşdim ki, yox, yaxşısı 3 insan seçim. Belə daha ədalətli olar. Nəsə köhnə şeyləri vermək istəmirəm qızlar. Çünki düşünürəm ki, kosmetik olaraq insan sevinməyəcək köhnə bir şey ona hədiyyə olunanda. Ona görə çalışacağam. Elə zapasda olan məhsullardan bir balaca bağlama yığım, amma təzə şeylərlə. Misal üçün burada bijuteriya var və mən bunu istifadə eləməmişəm alından sonra. Burada içində 3 dənə qolbaq var. Çox gözəl. Həm də ki, upakovkası dəhşət şirin görünür. Gəlin belə qəşəng paketin içinə yığaq. Vlogu paylaşandan sonra Instagramda kim birinci yazacaqsa ona verəcəm. Bu da qızlar təptəzədir. Mislinin belə bir bronzeridir. Heç istifadə olunmayıb. Demirəm ki, imina ehtiyacı olan yazsın və s. Kimin bəxti gətirsə gətirdi. Belə bir mişqalı highlighterı. Bu da təzədir, aksesuardır. Belə bir gül, istəyirsiniz başınıza vura bilərsiniz, istəyirsiniz boynuna. Bunu da bura. Bir ədəd lip gloss. Balaca bir minnoş belə bir güzgü. Çanta üçün idealdır. Saç üçün belə Roosevelt. Bu da zaryadkanın üzünə taxmaq, üzünə yox, zaryadkanın üstünə taxmaq üçün belə bir zəncir və yaxud bilməm bunun adı nədirsə. Vloglarda milyon dəfə sizə göstərdiyim, ən sevdiyim liner. Çox gözəl bir şeydir qızlar. Təzədir, heç açılmayıb. Bunu da qoyuram bura. Və sonuncu məhsul, hansını ki mən bura əlavə eləmək istəyirəm. Bu Maruderm'ın SPF-idir. Gördüyünüz kimi heç açılmayıb. Bu da, bunu da əlavə edirik belə. Birinci hədiyyəmiz hazırdır. Ümumi deyəsən 3 dənə olacaq. İndi baxacağım. Bu kosmetik bir hədiyyə olacaq. Paltarda olacaq, çantada olacaq və s. Bu isə hazır. Məni çoxdandan izləyən izləyicilər xatırlayırlar ki, nə qədər mənim bu Claire'ın şampunları var idi. İndi baxın, cəmi 4-5 dənə qalıb. Təsəvvür edirsiniz. Çünki hər gün demək olar ki, çimirəm, şampun çox istifadə edirəm, saçlarım uzundur. Amma alarkən hamı mənə deyirdi ki, sən dəlisən, neyinirsən bu qədər, neyinirsən, zapasda olsun, görürsünüz, bitir. Təəssüf ki, bunlar endirimli qiymətdə Trendyolda daha yoxdur. Ona görə yaxşı ki, vaxtında almışam.
Amma təəssüf ki, uje bitir. Hələ barjı nə qədər gigiyenik məhsullar alıb qoyub bura. Əgər məhsulun sroku keçmirsə, misal üçün şampunlarda 3-4 il sroku var. Daimi istifadə elədin, sevdiyin məhsuldursa və hal-hazırda endirimdədirsə, məncə alıb zapasa qoymamaq ağılsızlıqdır. Yadınıza gəlirsə, bu Morphos'un saç lakları da 6 dənə almışdım mən. Biri rayondadır, biri biti, biri istifadədədir. Bir sözlə zapasda cəmi 2 dənə lak qalır. Və yaxud Reyaska kimsə sənə qonaq gəlib, birinci dəfə gəlib, nənəm həmişə birinci dəfə qapını açıb gələn insana nəsə bir hədiyyə qoyurdu. Mən də açıram zapası, oradan bir şey seçirəm və hədiyyə edirəm insana. Pisdir bəyəm. Baxın necə qəşəng hər şey sığışdı, nəm salfetkalar, gigiyenik məhsullar. Amma sözün bilirsiniz nədədir? Zapasda olan məhsullar məndə bitir, azalır. Sadəcə siz bunu hiss eləmirsiniz. Amma alarkən hamının gözünə batır. Ən birinci isə mamanın gözünə batır. Deyir, ay bala, nə qədər alırsan, nə yeyirsən sən bunları? Deyirəm, istifadə eləyəcəm. Və hələ də eləyirəm. Beləliklə bir polka ilə biz bitirdik. Məncə çox səliqəli alındı. Hətta baxanda adamın ürəyi açılır. Keçirik ikincisinə. Bəli, sleeping salfetka ilə qəşəngcə silirəm ilk öncə. Fikir vermişəm ki, məndən sonra bəzi izləyicilərə də bu xəstəlik keçir, amma əslində yaxşı bir xasiyyətdir. Bu pink saçlar hələ ki qalıb. Mən istəyirəm özüm üçün də bir dəfə saçımı hörüyüm və maraqlı rozu makiyaj eləyim, şəkillər çəkdirim. Nə düşünürsünüz? Məncə fərqli bir obraz alınar, gerçəkləşdirmək lazımdır. Baxın qızlar, nəticəmiz belədir. Məncə çox səliqəli alındı. Hər bir əşyanı əsas mən görürəm və ən əsası bilirəm nələr burada var. Beləm. İndi isə geymədim paltarlardan ayırmaq istəyirəm. Deməli, razmer məndə S-dir və mənimlə eyni tərz geyinən bir xanım yazsın mənə. Çox xahiş edirəm. Çünki burada paltarlar məndə əksəriyyət cropdur ümumiyyətlə. Yəni ki, geyinmək tərzimiz eyni olsun ki, sonra narazıçılıq olmasın. Başa düşürəm, kimsə açıq geyinir, kimsə geyinmir. Bu tamamilə normal şeylərdir. Amma mən düşünürəm, mən aşırı dərəcədə açıq da geyinmirəm. Paltarları, yaxşısı paltarları bir-bir sizə göstərəcəm. Video daha da maraqlı alınsın deyə bir-bir paltarları öz üzərimdə geyinib sizə göstərmək istəyirdim. Belə eləsəydim həqiqətən daha maraqlı alınacaqdı, amma yorğun idim. Dayanıya qızlar, günahımdan keçin. Sonra da ki fikirləşdim ki, şkafda hazır ütülənmiş və təmiz paltarlardır. Səhər supermarketə getməmiş, tonalini tətbiqləmişəm üzümə. Bu qədər çox koftaları geyinib çıxardanda 100% birini batıracaq idim. Misal üçün bu koftanı qızlar yadınıza gəlirsə, mən Temudan təzəlikcə almışam. Bir dəfə də geyinməmişəm, təzədir. Sadəcə mən New Yorker'dan buna bənzər bir kofta almışam deyə bunu verirəm. Və yaxud bu jaket o qədər gözəldir. Bir dənə baxın qızlar. Çox şirin ananaslar var üzərində. Bir də ki, verdiyim paltarların hamısının vəziyyəti idealdır. Üstündə nə ləkə, nə də ki, köhnəlmiş bir şey deyil. Bu koftan da yadınıza gəlirsə Temudan sifariş eləmişdim. Bunu da bir dəfə də belə geyməmişəm. Cins şalvarların arasında bu Beigi modeli vermək istəyirəm. Çox gözəl şalvardır. Əslində heç bir problemi yoxdur. Üstündə nə ləkəsi, nə heç nə. Və bu cins şalvarı. Hər bağlamaya bir şalvar əlavə edəcəm. Bunu deyəsən Shein'dən almışdım. Gözəl bir modeldir, boş modeldir və bu da Trendyoldan Beigi cinsdir. Bu da təzəlikcə paltar yandan çıxıb ütüləmişdim. İndi qatdalayıb yerləşdirəcəm. Shein mod. Bunu da çox sevirdim. Belə bir jaketdə həm yeniyetmə qız da geyinə bilər, həm mən özüm də geyinirdim. Bunu belə qısa formada qalırdı. Çox gözəl. Düzdür, bir planlaşdırırdım bunları geyinməyə, amma vallahi deyirəm, yorulmuşam, axıtım yoxdur, belə göstərəcəm. Bir dənə belə koftam. Sonra qızlar Shein'in belə bir koftası, kol detalları belə uzundur, maraqlı razrezləri var. Çox güman ki, mənim eynimdə bunları görmüsünüz. Shein'in belə bir koftası, burada göbəyi açıq da geyinmək olar, göbəyi bağlı da. Yuxarı hissədə belə maraqlı detallı olan bir futbolka. Bunu da Trendyoldan almışam qızlar. Bir dəfə də belə geyinməmişəm. Gözəl isti koftadır qış üçün. Və yenə bir kofta. Bu paltarları 2 hissəyə böləcəm və 2 insana verəcəm. Bu koftanın da materialı aləmdir. Razmeri isə S-dir. Çox gözəl eynində durur. Sadə belə qara kofta, veşılqıda sınıb.
Şeyinləndir bu da. Bir sözlə burada da paltarlar var. İndi hamısını iki yerə bölüm, qışın qatdalayım. Bir dənə gözəl söz var. Bəlkə də səhv deyəcəm. Özümə rəva bilmədiyi şeyi kiməsə hədiyyə eləmərəm. Əgər materialı dartılıbsa, rəngi qaçıbsa, üstündə ləkə varsa, yəni ki, yeni paltardan seçilirsə, mən heç kimə vermirəm. Deyirlər insanlar, o qədər ehtiyacı olan insanlar var. Lüboy paltarı ver. Razı deyiləm. O verdiyi paltar mənim adımdır. Mən şəxsən utanıram elə bir şey verməyə. Özümü tərifləmirəm. Sırf öz pozisiyamı deyirəm. Dəhlizdə bir siyirmə var. Orada sırf hədiyyəlik paketlərdir. İlk öncə düşündüm ki, qəşəng paketlərə qoyum. Sonra gördüm ki, mən Temudan sifariş elədiyi hədiyyəlik paketlərə heç nə sığışmır. Gücünə 2 dənə paket tapmışam. Biri Zara'nın paketidir. Kifayət qədər böyükdür və nədənsə mən Zara'nın paketi tullamamışam. İkinci paket isə mənə hədiyyə verilmişdi. Məcburən onların içinə yerləşdirməli oldum. Temudan sifariş elədiyim gözəl paketlərin içinə isə maksimum 2 paltar sığışır. Amma burada hərəsinin içində 8-dir. Ona görə belə səliqəli yerləşdirdim. Baxa görək kimə qismət olursa. Bu şirin oğlan isə həmişə yanımdadır da. Elə çox istəyirəm onu. Birinin içində 8 dənə paltar var. Bunun içində isə deyəsən də 7 dənə paltar belə bölmüşəm və bunlar da hazırdır. Bu vlog çıxan gün Instagramda paylaşacağım. Akşam yeməyim isə yenə bu buterbrotlardır. O qədər xoşuma gəlib bunlar. Zavtraq, obed, ujin bunları yeməyə mən tam hazıram. Çox dadlıdır. Mən paltarları yerbəyer eləyənə qədər mamıçka mənə 3 dənə buterbrot hazırladı. Sağ olsun. Həqiqətən analarımız əvəz olunmaz insanlardır. Belə gözəl dəmli çay hazırlayıb. Və bacınız çayı belə sırokla içəcək. Nuş olsun mənə və qayıdıram. Vlogu qızlar montaj eləmişəm. Gördüm ki 26 dəqiqə alındı. Fikirləşdim ki kifayətdir, sonlandırım. Sonra gördüm ki bu vloqda ümumiyyətlə üzüm demək olar ki düşməyib. Ona görə fikirləşdim ki heç olmazsa üzünə sağollaşım. Amma heç göstəriləsi videoda deyiləm. Amma neysə. Bu vlogu mən sabah atmaq istəyirəm. Amma mama məni danlayır. Deyir ki yox Ayqa sonra sən davamını gətirə bilməyəcəksən. Sonra izləyicilər sənə yazacaq ki hara itdin, bizi atdın, ampulu veririk səni. Yəni ki bu videonu 2 gün sonra at. Çünki dalını sən gətirə bilməyəcəksən. Mən də dedim ki dalını gətirə bilməsəm, izləyicilər məni başa düşər. Birdən içsəm, birinci motivasiyadan düşmüşəm, yorulmuşam və yaxud başqa nəsə ola bilər. Bir sözlə məndən inciməyin. Nə edə bilərəm? Hal-hazırda həvəsim var, paylaşmaq istəyirəm. Zagruzkaya qoyacağam gecə, səhər 10-da sizə təzə video. Əslində çinməyi planlaşdırırdım, amma görürəm ki çatdırmıram. Deməli bu iki vasitə ilə makiyajımı qəşəngcə silirəm. Televizora baxa-baxa yatacağam. Sizə isə çox sağ ol demək istəyirəm ki, bu vlogu sonuna qədər izlədiniz. Özünüzə yaxşı baxın. Sağ olun.